Salamlayıram hər birinizi, valideynlər, əziz şagirdlər. Bugün bir neçə vacib məqama yenidən sizlərlə birlikdə toxunacağıq. Əvvəlki videolarda müəyyən abituriyentlərdə olan yanlış fikirlər, addımlar, səhvlər və eyni zamanda orada həm müəllimin rolu, həm də valideyn rolu haqqında bir neçə videoda danışıb sizə bildirmişdim. Yəni bugün də çox vacib, mən deyərdim ki, məqamlardan birinə mütləq şəkildə toxunmaq lazımdır. Bu nədir? Deyək ki, şagird 10-cu ya da 9-cu sinif şagirdidir. Amma hələ bilmir ki, bu deyək ki, gələcəkdə, yəni heç bir qərar verməyibdir ki, gələcəkdə hansı ixtisas üzrə getmək istəyər və eyni zamanda nəinki qərar vermək, yəni hədəf qoymaq, hazırdakı potensialın hansı istiqamət üzrə bunun potensialı daha çoxdur, hansı fən üzrə daha yaxşı nəticə göstərir, bu haqda heç bir fikir yoxdur və deyərdim ki, hər 10 valideyndən 3-ü 4-ü maraqlanır ki, misal üçün mən artıq növbəti tədris ilindən şagirdimi hansı istiqamətdə görmək istəyirəm və s. Yəni bu məsələnin bir tərəfi, bir problem budur. İkinci bir problem nədir? İkinci bir problem isə valideyn həddən artıq buna daha ciddi, dərinlə kimi tam ciddi yanaşmasıdır ki, deyək ki, misal üçün şagirdlə valideynin hədəfi üst-üstə düşmür. Yəni şagird özünü başqa yerdə görmək istəyir, valideyn isə başqa yerdə görür və nəticə etibarilə yekundan nə olur? Deyək ki, təbiət elmləri üzrə potensial olan şagird humanitar fənlərə yönləndirilir və yaxud da humanitar fənlərdən yaxşı nəticə göstərə biləcək şagird, hansı ki, onun potensialı daha yaxşıdır, dəqiq fənlərə, təbiət fənlərinə yönləndirilir. Yəni qrup yanlışlığı olur, qrup seçimində yanlış qərar verilir və nəticədə şagirdin nəticəsi az olur. Çünki ola bilməz ki, bir insan bütün ixtisaslar üzrə yüksək səviyyədə nəticə göstərsin, daha yaxşı potensiala malik olsun. Mütləq ki, insan özünü hardasa tapmalıdır. Yəni şagird də elə bir yaş dövründə ki, artıq 9, 10, 11-ci siniflər, yəni yuxarı sinif şagirdlər, abituriyentlər mütləq şəkildə valideynlə, müəllimlə müştərək formada düzgün qərar verməlidir ki, mən növbəti tədris ilində artıq hansı ixtisas üzrə, hansı qrup üzrə gedəcəm. Yəni bunları hamısı həm valideynlərin, həm şagirdlərin, həm də müəllimlərin diqqət etməli olduğu məqamlardır. Mən ümid edirəm ki, bunlara əməl olunacaq və ilin ortasında və yaxud da deyək ki, tədris ili başlayır, artıq müəllimlər və yaxud da hansısa fərdi özəl kurslar tədris prosesinə başlayandan artıq ilin ortasında şagird gəlib müraciət edəndə ki, yox, mən filan qrupdan gəlmişəm, orada bunu bacarmadım, bu ixtisas məndə alınmadı, yenidən başqa ixtisas, başqa qrup və artıq burada nə qədər də potensialı müəllim, nə qədər də potensialı şagird olursa olsun, ola bilsin ki, yeni gəldiyi qrupda onun potensialı yüksəkdir, amma gecikmə məsələsi var deyə orada istər-istəməz keyfiyyət aşağı düşür və növbəti vacib bir məqam bugün sosial şəbəkələrdə və yaxud da əyani formada həm onlayn, həm əyani kifayət qədər abituriyent hazırlığı ilə, MİQ hazırlığı ilə məşğul olan kurslarımız da var. Siz orada fikir versəz, görərsiniz ki, yəni nisbətən yox, daha çox aşağı ödənişlə, çox aşağı ödənişlə dərslərin təşkil edilməsi var. Amma keyfiyyət təbii ki, öndə getməlidir. Kifayət qədər sayı çox olsa da keyfiyyət ortaya qoya bilən özəl tədris müəssisələri və yaxud da hər hansı bir fərdi fəaliyyətlə məşğul olan MİQ və abituriyent hazırlığı keçən müəllim sayı azdır ki, yəni keyfiyyət yekunda nəticəni ortaya qoymaq. Təbii ki, şagirddən də çox şey asılıdır. Şagird, abituriyent hədəf qoyduqdan sonra iş qurtarmır, o başlanğıcdır. Davamlı və ardıcıl əzm göstərməklə çalışmalıdır. Və artıq onu da deyim ki, qeyd edeyim ki, növbəti tədris ili üçün demək olar ki, müraciətlər, müəllimlər, yəni müraciəti olan müəllimlər, şagirdlər müraciət edib ki, müəyyən müəllimlərə, misal üçün mən sizlə hazırlaşmaq istəyirəm və yaxud da bu kursda hazırlaşmaq istəyirəm. Fərqi yoxdur, hansı qrup olur, olsun. Bunu da nəzərə almağı unutmayın. Artıq indi müraciət etmək lazımdır. İkinci qrupa getmək istəyən şagirdlər, üçüncü qrup, alt qrupa ixtisas üzrə gedəcək olan şagirdlər hansı ki, məqsəd qoyublar. Yəni, vaxt itirmək lazım deyil. Sonra orada dərslərin bölgüsünü yerləşdirməkdə çətinlik yaranır. Həm şagird üçün, həm müəllim üçün müəyyən çətinliklər yaranır. Ümid edirəm ki, bu video sizin üçün
faydalı bir video olacaq. Eyni zamanda dediyim həmin o 3-4 məqama mütləq şəkildə diqqət yetirmək lazımdır ki, sonra hər hansı bir çətinlik olmasın. Təşəkkür edirəm izlədiyiniz üçün. Hər birinizə uğurlar.